Balakəndə 50 yaşlı kişi 17 yaşlı qızı evlənmək üçün qaçırdı. Dəstənin bütün üzvləri saxlanıldı. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki Regional Qrupundan reporta verilən məlumata görə cinayəti törətməkdə şübhəli bilinən 50 yaşlı Samir Rəhimov əvvəllər də məhkum olunmuş 26 yaşlı Toğrul Səmədli və 21 yaşlı Nihat Qarayev tutularaq istintaqa cəlb olunublar. Gəldim kəndə, bilirdim o qız harada yaşayır. İzlədim onu. Yolda, onlar taksiyə oturub çıxdılar. Yolda maşını saxlatdım. Qızı mindirdim öz maşınıma. Apardım, yarım qohumun bir yarım tikinti binası var idi. Orada gizlətdim. Sonra da polislər gəldi. Qohumum Samirlə birlikdə əvvəlcədən planlaşdırdıq, oturduq bir yerdə planlaşdırdıq, qız qaçırlasıydıq Samirə. Sonra qızın evini izlədik, hardadır, necədir. Sonra maşına mindiyini bilib, arxasınca düşüb, maşının qabağını kəsib, saxladıq maşını. Samir düşdü, qızı götürdü, maşına zorla mindirdi. Mən də maşını sürüb apardım bunlar. Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.